Hörmətli tamaşaçılar, xoş gördük. Dost TV-nin efirindəsiz. Bugün sığortalı dost verilişində həyatımızın vacib sahələrindən biri olan sığorta sistemi. Bu sahədə aparılan islahatlar və vətəndaşlara təqdim olunan yeni xidmətlər barədə danışacağıq. Bugünkü buraxılışımızda İcbari Sığorta Bürosunun xidmətlərinin asan xidmət mərkəzlərinə inteqrasiyası, vətəndaşlar üçün yaradılan yeni imkanlar, eləcə də icbari sığorta sahəsində həyata keçirilən mühüm yenilikləri müzakirə edəcəyik. Bəs bu dəyişikliklər vətəndaşlara nə qazandırır? Xidmətlərin asan xidmət modelinə keçidi prosesi necə sadələşdirilir? Bu sualları İcbari Sığorta Bürosunun Əməliyyatlar Departamentinin rəhbəri Sadiq Mədətova ünvanlayacağıq. Sadiq müəllim, xoş gördük. Verilişimizə xoş gəlmişsiniz. Xoş gördük. Sadiq müəllim, gəlin elə ilk olaraq əsas məsələdən başlayaq. Nəyə görə İcbari Sığorta Bürosu olaraq məhz asan xidmət mərkəzlərinə inteqrasiya etmək qərarına gəlindi? Bir daha salam. İlk öncə həm Dost TV-də, həm sizin verilişinizdə ilk dəfə olduğuma görə bu layihənin səbəbkarlarına, əməyi keçən hər kəsə təşəkkür edirəm və verilişə dəvətiniz üçün ayrıca sizə təşəkkür edirəm. Çox sağ olun. Bəli, biz uzun müddətli bu layihə üzərində İcbari Sığorta Bürosu olaraq çalışırdıq və nəhayət artıq elan edirik 6 iyul tarixindən etibarən 2 saylı asan xidmət mərkəzində fəaliyyət nöqtəmizi, xidmət pəncərəsini təqdim edəcəyik və artıq büroya olan vətəndaş müraciətləri inzibati binasında deyil, asan xidmət, asan 2 mərkəzində, Xətai rayon ərazisində, amma ticarət mərkəzinin 2-ci mərtəbəsində həyata keçiriləcək. Məqsəd, dediyim kimi, uzun müddətli bunun üzərində həm müzakirə aparmışıq, asan xidmət özü bütövlükdə bilirsiniz ki, Azərbaycan brendidir və özünü ən yaxşı tərəfdən təsdiqləmiş, hətta bu baxımdan da bir sıra ölkələrə məhsul kimi ixrac olunan və orada da təşkil olunan bir platformadır. Vətəndaşlara həm əlçatanlığı var, həm xidmətlər daha yaxındır, bütün xidmətlər bir yerdədir. Növbə məsələlərini rahat həll eləmək olur. Xidmət keyfiyyətinin ölçülməsi mümkündür, məmnunluq və s. Bu haqqında geniş danışmayacağım. Bütün bunları nəzərə alaraq İcbari Sığorta Bürosu informasiya sığorta sektorunun, daha çox İcbari Sığorta sektorunun informasiya mərkəzi olaraq müxtəlif kanallardan vətəndaş müraciətlərini qəbul edilir, cavablandırılır. Eyni zamanda təbii ki, hər hansı bir sual yaranarsa, ehtiyac yaranarsa vətəndaşlar büroya müraciət edirlər. Bu müraciətlərin idarə edilməsini, eyni zamanda insan resurslarının düzgün idarə edilməsini və bir sadaladığım digər faktorları nəzərə alaraq, əsas etibarən vətəndaşa əlçatanlığı, yaxın olmağı nəzərə alaraq artıq 6 iyul tarixindən etibarən 2 saylı asan xidmət mərkəzindəyik. Bəli, ümumiyyətlə, vətəndaşlar 2 saylı asan xidmət mərkəzinə, İcbari Sığorta Bürosunun pəncərəsinə müraciət edərkən hansı xidmətlərdən yararlana biləcəklər? İcbari Sığorta Bürosu 2011-ci ildən qurum olaraq fəaliyyət göstərir. Qanunvericinin tələbi əsasında yaranmış bir qurumdur. Bir çox funksiyaları var. Bunlardan əsas hal-hazırda daha çox insanlara həm maraqlı olan və ehtiyac duyulan informasiya sistemi olaraq fəaliyyət göstərir və təbii ki, bazarda aparılan yeniliklər, hər kəsin yəqin ki, məlumatı var. Yaxın zamanlarda avto-icbari sığorta üzrə qaydalarda müəyyən dəyişiklik olmuşdu və hər bu cür təkmilləşməyə yeniliklər olduğu halda müxtəlif müraciətlər yaranır. Təbii ki, bizim müraciət kanallarımız bayaq da qeyd etdiyim kimi həm çağrı mərkəzinə müraciət edə bilər, elektron müraciət imkanlarımız var. Bununla yanaşı yenə də vətəndaşlar yaxınlaşıb yerində bəzi məsələləri dəqiqləşdirmək istəyir. Bunlardan əsas etibarilə sığorta haqqında olan dəyişikliklər, yəni yeni qaydalar tətbiq edilicə müəyyən dəyişikliklər yaranır və bir müddət bununla əlaqədar daha dəqiqləşdirmə baxımından müraciətlər sayı artmış olur. Əsas etibarən sığorta haqqının dəqiqləşdirilməsidir. Amma bununla yanaşı büro, dediyim kimi, sektorun informasiya mərkəzi olduğu üçün sığorta bazarının peşəkar iştirakçılarının lisenziya aldıqdan sonra fəaliyyət göstərməsi üçün qanunvericinin tələbinə görə
mütləq şəkildə həm büronun informasiya sisteminin üzvü olmalıdır. Bunun da bir prosesi, bir protokolu var. Biz ona kollektiv sazişə qoşulma deyirik. Bu həm agentlərə aiddir, vasitəçilər, yəni sığorta vasitəçiləri, eyni zamanda müstəqil ekspertlərin seçilməsi. Müstəqil ekspertin seçilməsi həm yəni sığorta haqqında, sığorta ödənişindən narazılıqlar yarandığı hallarda vətəndaşların elə bir hüququ var ki, müstəqil ekspertlər seçsin. Bu siyahılar büronun saytında hər zaman yerləşdirilir və oradan seçim etmək olar. Yeni üzvlər olduqda Mərkəzi Bankdan təbii ki, müvafiq icazəni aldıqdan sonra sistemində onların da adını yerləşdirməsi üçün müəyyən bir proses var, bəli sənədlər tələb olunur və həmin sənədlərlə yaxınlaşıb büronun informasiya sisteminə üzv olurlar. Bununla yanaşı mən bütün müraciətləri təbii ki, detallı saymayacağım. Əsas etibarı ilə daha spesifik olan müraciətlər radar arayışı deyirik ona biz, sığortalı olduğu halda hər hansı bir texniki səbəbdən və yaxud elə hesab edir ki, vətəndaş sığortası ola ona cərimə kəsilib. Bunun aydınlaşdırılması və müvafiq halda əgər sistemdə biz müraciətin həqiqiliyini təyin edəriksə, aidiyyəti üzrə dövlət yol polisinə müraciətlərin göndərilməsi biz tərəfdən həyata keçirilir və bunun da bir standart arayış forması radar arayışı deyərək bildiririk. Sığorta tarixçəsi bir digər daha çox yayılmış müraciətlərdən biridir. İnsanlar həm baxmayaraq ki, bunun şəxsi kabinetdən görmə imkanları var. Müzakirəmizin gedişində onun haqqında da məlumat verərəm. Amma bəzi hallarda əsas etibarilə xaricə köçən vətəndaşlarımız orada sürücülük vəsiqəsini yeniləmək və s. digər avtonəqliyyat vasitəsinə aid olan yenilikləri təmin etmək üçün belə bir tarixçə tələb olunur. Bütün tarixi dövründə, yəni sürücülük dövründə mövcud olmuş sığorta şəhadətnamələri haqqında məlumat, əgər hadisələri varsa, baş vermiş hadisələr haqqında məlumat bu büronun spesifik funksiyasıdır və bizim təqdim etdiyimiz rəsmi qaydada, yazılı formada təqdim etdiyimiz arayışlar digər ölkələrdə də qəbul edilir. Əsas etibarilə budur və sadəcə fürsət düşdüyündən büronun çox spesifik özəl bir funksiyası var. Kompensasiya müraciətləri ilə əlaqədar qısa məlumat verim onun haqqında. Bu artıq 2011-ci ildən qanunvericinin tələbindən mövcud olsa və davam etsə də bəzi hallarda çox da məlumatlı olmur insanlar. Hazır ki, elə studiyadan istifadə edib qısa məlumat verə bilərəm. Yəni, nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verdiyi zaman qarşı tərəfin, üçüncü şəxsin sağlamlığına müxtəlif dərəcəli xəsarətlər və bəzi hallarda əlillik və ölümdən nəticələnən xəsarətlər zamanı vətəndaşların qanunvericiliyə istinadən, orada rəqəmlər konkret göstərilib, ödəniş alma hüququ yaranır. Təbii ki, hadisəni törədən nəqliyyat vasitəsinin sığortası olduğu halda aidiyyət üzrə sığorta şirkətinə müraciət edir. Amma sığortasız, hadisə zamanı sığortasız, icbari sığorta, avtosığortası olmayan nəqliyyat vasitələrinin eyni zamanda naməlum və ya oğurlanmış nəqliyyat vasitələrinin törətdiyi hadisələr zamanı sağlamlığa dəyən zərərə görə ödənişi büro həyata keçirir. İcbari sığorta bürosu digər qeyd etdiyimiz funksiyasına yanaşı icbari sığorta sektorunun qarantiya fondudur və bir də iflas etmiş sığortaçının öhdəlikləri yarandığı halda bunda büro həyata keçirilir. Bu da bizim spesifik funksiyamızdır. Hal-hazırda davam edir, hər zaman olub. Bundan sonra da bu və bir sadaladığım müraciətlərlə əlaqədar vətəndaşlar büronun inzibati binasına deyil, artıq 6 iyul tarixindən etibarən 2 saylı Asan Xidmət Mərkəzinə müraciət etməklərini xahiş edirik. Çox maraqlı məlumatlar verdi Sadiq müəllim, xüsusilə kompensasiya ödənişləri ilə bağlı verdiyiniz və icbari sığorta bürosunun bir qarantiya fondu funksiyasının olduğu ilə bağlı verdiyiniz məlumatlar yəqin ki, hər bir tamaşaçımız üçün çox maraqlı oldu və yerinə düşdü. Çünki siz tamamilə düz qeyd edirsiniz. Bəzən vətəndaşlar belə məsələlərlə bağlı məlumatsız olurlar və hətta təəccüblənirlər ki, tutaq ki, sığortası olmayan bir avtomobil tərəfindən törədilən qəza zamanı onlar nə etməlidirlər, hara
müraciət etməlidirlər və bu zaman nə kimi addımlar atılmalıdır? Və asan xidmət mərkəzlərində fəaliyyət göstərməyinizlə bağlı məsələyə gəlincə, bax bu addım, belə bir addım atıldı. İcbari Sığorta Bürosu 6 iyul tarixindən etibarən artıq asan xidmət mərkəzlərində bir pəncərəyə sahib olacaq, bir pəncərəsi mövcud olacaq və burada vətəndaşlar gəlib müraciətlər eləyə bilərlər öz məsələləri ilə bağlı, öz sualları ilə bağlı. Mənə maraqlıdır. Nə dəyişir praktik olaraq həm vətəndaş üçün, həm İcbari Sığorta Bürosu üçün? Çünki bugünə kimi İcbari Sığorta Bürosunun yerləşdiyi ofisdə də, məkanda da vətəndaş qəbulu həyata keçirilirdi, düzdürmü? Evet. Asan xidmət mərkəzinə gedərək nəyi dəyişmiş oldunuz? Təbii ki, doğru vurğuladınız. Əlbəttə də qeyd elədik. Asan xidmət mərkəzlərinin həm artıq təsdiqlənmiş bir platforma olması, eyni zamanda büroya edilən müraciətlər zamanı digər məqamlar, təbii ki, vətəndaş yönümlü yanaşma və s. digər məqamlarla yanaşı, əsasən də bir yax qeyd etdiyim kompensasiya ödənişi zamanı qanunvericiliklə tələb olunan müəyyən sənədlər var. Bu sənədlər aidiyyəti qurumlardan vətəndaş tərəfindən əldə edilir və bəzi sənədlər var ki, məsəl üçün, ailə tərkib haqqında sadələrindən deyirəm, büroya təqdim edilən zaman bütün bu sənədlər təbii ki, bizim əməkdaşlar tərəfindən bugün də davam edir, gözdən keçirilir və ehtiyac yaranan sənədlər barədə məlumat verilir. Ondan sonra qeydiyyata alınıb, təbii ki, təhlil olunub, cavab verilir. Amma bəzi asan xidmətdə hesab edirik ki, bu vətəndaşa biraz da asanlıq yaradacaq. Çünki bütün dövlət qurumları, hətta bəzi halları, bəzi özəl qurumlar, o cümlədən tərcümə mərkəzləri, notarial xidmət, sadə bank hesabının açılması, deyək ki, bir qeyd etdiyim kimi, asanın özündə verdiyi ailə tərkibi haqqında araş və s. bu kimi sənədlərin elə yerindəcə heç bir yerə getmədən həmin asan mərkəzdə yerləşən aidiyyəti pəncərələrdən əldə edilməklə müraciəti tamamlamış olacaq və tam sənəd qəbulu qeydiyyata alınır. Bu halda sonraki prosesdə də biz ümumiyyətlə sənədlərə baxılmasının qanunvericiliyi ilə tənzimlənir. Kompensasiya müraciətlərində bu daha qısa müddət ərzində öhdəlik var. Bu gecikmənin qarşısını almaq, əlavə gedib yenidən sənədlə əlaqədar asan xidmətə təzən vətəndaş getməlidir, bir də büroya qayıtmalıdır. Təkrar müraciət olsun. Eyni zamanda təbii ki, bütün bunların hamısı bizim üçün də önəmlidir. Göstərdiyimiz xidmətin həm səviyyəsini yüksəltmək, həm qarşı tərəfin fikirlərini öyrənmək, məmnuniyyəti ölçmək, eyni zamanda dediyimiz kimi vətəndaşlar üçün də əldə edə biləcəyi, tələb olunan sənədləri yerindəcə əldə edib prosesi daha rahat tamamlamaqdır. Elə onu da qeyd edim ki, vətəndaşlar müraciət etdiyi zaman sənədin nəticəsi ilə əlaqədar təkrar asan xidmətə gəlməyə ehtiyac yoxdur. Asan xidmət mərkəzində bizim hazırda təşkil edildiyimiz pəncərənin əsas prinsipi müraciətlərin qəbulu üçün nəzərdə tutulub. Sonraki mərhələdə bu bütün müraciət növlərinə aiddir. Həm kompensasiya, həm digər sadaladığımız müraciətlərlə əlaqədar onun nəticəsi ilə bağlı qanunvericinin tələblərinə uyğun olaraq aidiyyət üzrə ola bilsin poçt vasitəsilə, elektron sistem vasitəsilə müxtəlif kanallar var. Mütləq şəkildə nəticəsi barədə vətəndaşa məlumat verilir. Yəni, dolayısıyla təkrar olaraq o nəticəni almaq, qeydiyyatdan keçməsi yetərlidir. Sənədin qəbulu, sonraki təhlil təbii ki, büroda aidiyyəti strukturlar tərəfindən aparılır və nəticəsi barədə mütləq şəkildə vətəndaşa məlumat verilir. Sadiq müəllim, müraciət qaydaları və sənədləşmə prosesi necə təşkil olunacaq və vətəndaşlar bununla bağlı ən vacib məqam olaraq nələri bilməlidirlər? Müraciət qaydası eyni ilə büroda olduğu kimidir, dəyişən bir şey yoxdur. Asan xidmətin özünün, yəqin ki, əhalinin böyük bir hissəsi asan xidmətdən istifadə eləyir və asan xidmətin özünün qoyduğu tələblər olduğu şəkildə qalır. Yəni, şəxsiyyət vəsiqəsi ilə mütləqdir ki, yaxınlaşan vətəndaş şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmalıdır və qeydiyyatdan keçməlidir. Orada bizim özümüzə məxsus pəncərəmiz var. Bundan girişdə də məlumatlıdırlar və müraciətin növündən asılı olaraq vətəndaşı aidiyyəti pəncərəyə yönləndirəcəklər. Bizə yaxınlaşdığı təqdirdə müraciətin mahiyyətindən asılı olaraq şəxsiyyət vəsiqəsindən əlavə digər sənədlər tələb edilə bilər. Bunlar da çox sadədir.
O baxımdan ki, yəni əgər deyək ki, nəqliyyat vasitəsinə əlaqədar hər hansı bir sual varsa, fərq etməz nədirsə, mütləq şəkildə nəqliyyat vasitəsinə aid olan məlumatları təsdiq edən sənəd üzərində olmalıdır. Bu sürücülük vəsiqəsidir, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və s. Və digər müraciətlərdə isə digər növlərlə əlaqədar, məsələn, daşınmaz əmlakla əlaqədar olarsa, çıxarışla bağlı məlumatlar, bu kimi sırf müraciət etdiyi sığorta növünə məxsus əmlakın və əmlakin həmin şəxsin müraciət hüququnu təsdiq edən sənədlər təqdim olunmalıdır. Bəzi hallarda bunu da qeyd edeyim ki, etibarnamə əsasında təmsil edən şəxslər olur, yəni sırf müraciətçinin özü deyil, ona hüquqları ötürülmüş şəxslər olur. Bu halda əlavə olaraq o məlumatın əldə edilməsi, bildiyiniz kimi sığorta məlumatları sığorta sirri hesab edilir qanunvericiliyə görə və fərdi məlumatların qorunması haqqında qanuna görə bu məlumatlar digər şəxsə ötürülə bilməz. Mütləq şəkildə biz sorğu edilən məlumatların həmin şəxsə aid olub-olmamasını yerində təsbit edirik və yaxud qeyd etdiyim kimi, əgər notarial qaydada etibarnamə əsasında onu təmsil etmə hüququ olan sənədi tələb edilə bilər. Ondan sonra vətəndaşa yerində şifahi bəzi hallarda məlumat verilir, sadəcə sistemlə baxış və sığorta haqqının artması və ya tarixçəsi ilə əlaqədar yerində məlumat verib. Dərhal sorğu bağlana bilər, ehtiyac yarandığı halda müraciət ərizə formasında alınıb qeydiyyata alına bilər. Bu kimi. Və bu hallarda əlavə sənəd, yəni nə tələb olunursa o qədər qanunvericiliyə əlavə sənəd tələb oluna bilməz. Ümumiyyətlə, müraciətlərə baxılma müddəti, elə siz sonda qeyd etdiniz bununla bağlı, daha konkret olaraq və daha detallı olaraq tamaşaçılarımız üçün anlatsaq. Müraciətlərə baxılma müddəti nə qədər çəkir? Yəni, vətəndaş müraciət etdiyi İcbari Sığorta Bürosunun pəncərəsinə dərhal cavab ala bilirmi? Və yaxud da ki, əgər dərhal cavab ala bilmirsə, nə zaman bu cavabı alır və hansı şəkildə bu cavabı alır? Bir daha İcbari Sığorta Bürosuna yenidən asan xidmət mərkəzinə gəlib yenidən İcbari Sığorta Bürosuna müraciət etməlidir. Yaxud da bu dəfə asan xidmət mərkəzinə gəlir, amma proses sonra İcbari Sığorta Bürosunun ofisində mi davam etdiriləcək? Bax, bu məqamlar barədə daha ətraflı məlumat verməyinizi istəyərdim. Xeyr, bayaq da qeyd etdiyim kimi, asan xidmət mərkəzində təşkil etdiyimiz pəncərə yalnız sənəd qəbulu ilə əlaqədardır. Sənəd və müraciət qəbulu ilə. Təbii ki, bunların elə hallar olur ki, vətəndaş sadəcə məlumat almaq istəyir. Çünki hər bir sığorta şirkətində müraciət etdikdə ona bəlli bir məlumat verilir, amma İcbari Sığorta Bürosu bütün sektorun informasiya mərkəzi olduğu üçün daha detallı məlumatı biz təqdim edə bilirik. Elə məlumat olur, bəli, heç bir qəbula, sənəd qəbuluna ehtiyac yaranmır. Yerində məlumat verilir, izah edilir. O şəkildə sorğu bağlanır. Əgər bayaq da qeyd etdiyim kimi ehtiyac yaranarsa yazılı şəkildə hər hansı bir cavab almaq istəyirsə bu hallarda olur. Burada da bir sıxıntı yoxdur. Biz o sənədi qəbul edirik. Sənədin sonrakı təhlili, emalı büroda aparılır. Orada aidiyyəti strukturları iştirak edir. Burada vətəndaşın təkrar olaraq nə asan xidmətə və ya büronun inzibati binasına yaxınlaşmağa ehtiyac yoxdur. Sənədlərin cavablandırılması hər yerdə olduğu kimi büronun bir spesifik funksiyası var. Kompensasiya ödənişlərində qanunvericiliyə görə sənədlər tam təqdim edildikdən sonra 7 iş günü ərzində mütləq şəkildə vətəndaşa ödəniş və yaxud imtina ilə bağlı məlumat verilməlidir. Ödəniş edilərsə hesabında görəcək onu, imtina edilərsə mütləq şəkildə bildiriş göndərilir. Bu büro tərəfindən göndərilir. Bunu gəlib almağa ehtiyac yoxdur. Bunun üçün hər zaman ənənəvi üsullar məktub vasitəsilə, poçt vasitəsilə göndərilir və büro hər zaman prosesləri təkmilləşdirdiyinə görə elektron şəkildə də təqdim edilməsi mümkündür. Ya büronun səhifəsinə daxil olaraq şəxsi kabinetdən görə bilər bunu və yaxud da ki, əgər hər hansı bir elektron poçt ünvanı təqdim edilsə müraciətində elə bir tələbi varsa elektron şəkildə təqdim edilə bilər. Digər müraciətlərin hamısı bütövlükdə qanunvericiliyi göstərən müddətdə 15 gün ərzində baxılır, cavablandırılır. Hər hansı bir əlavə araşdırmaya əgər dərhal ehtiyac cavab yaranırsa, verilmirsə, müəyyən bir araşdırmaya ehtiyac varsa, 7-15 iş günü ümumiləşmiş qanunvericilikdə şəkildə elə bilər deyərik, hər hansı bir göstərildiyi əlavə kimi. araşdırmaya ehtiyac yaranarsa, yəni qanunvericiliyin istinadən əlavə müddət 30 gün ərzində uzana bilər və bu haqda mütləq vətəndaşa məlumat göndərilir.
ki, əlavə araşdırma tələb edir. Və cavab da artıq cavab üçün də vətəndaşın yaxınlaşmasına ehtiyac yoxdur və bu mənada vətəndaş həm əlavə əziyyətə, həm əlavə vaxt itkisinə səbəb olmur vətəndaşın. Əlavə vaxt itkisi demişkən, günümüzün çox vacib, önəmli reallıqlarından biri də məhz elektronlaşma sahəsində aparılan, görülən işlərdir. Yəqin ki, İcbari Sığorta Bürosu olaraq bu sahədə də işlər görmüsünüz və vətəndaşa hansı elektron xidmətlər təqdim olunur bugün büro tərəfindən? Hə, doğru vurğuladınız. Mən asan xidmətə xidmətin təşkilini daha çox önə çəkmək üçün digər xidmətlərə toxunmadım. Büro ümumiyyətlə bütövlükdə həm mahiyyəti, həm mandatı etibarilə informasiya mərkəzidir və davamlı şəkildə ölkədə də prioritet sayılan rəqəmsallaşmanın büro da tətbiq edən məşğuldur. Bizim hazırki strategiyamızda, davam edən strategiyamızda kağızsız büro strateji hədəfimiz var və bunun təxminən 70%-nə nail olmuşuq. Bu, həm büro daxilində aparılan proseslərə şamil edilir, eyni zamanda vətəndaşlara göstərilən xidmətlər və yalnız vətəndaşlar deyil, bazarın peşəkar iştirakçıları, bu sığorta şirkətləridir, nəzarət orqanı Azərbaycan Respublikası Mərkəzi Bankıdır, vasitəçilərdir, bir qeyd etdiyimiz və aidiyyəti dövlət orqanları ilə iş dövlət tərəfindən tənzimlənib, hazırda elektron sistem üzərindən aparılır və digərlərindən də olanları biz təmin etmişik. O cümlədən də vətəndaşa münasibətdə belə bir imkan yaradılıb. Artıq uzun müddət fəaliyyət göstərir, bu haqda kifayət qədər maarifləndirmə işi aparılıb və nəticələrini də görürük. İnsanlar elektron xidmətlərlə müraciətə daha çox maraqlıdır. Hazırki statistikamız bunu göstərir. Şəxsi kabinet var, İcbari Sığorta Bürosunun rəsmi veb saytında isb.az saytına daxil olaraq gücləndirilmiş elektron imza ilə, digital login vasitəsilə şəxsi kabinetə daxil olmaq mümkündür. Bu, həm fiziki şəxslərə, sadə vətəndaşlara, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və yaxud hüquqi şəxslərə, böyük sahiblərinə də aiddir. Şəxsi kabinetinə daxil olaraq həm qeyd etdiyimiz bütün bu müraciətlərin əksəriyyəti ilə əlaqədar məlumatı, özünə aid olan məlumatı görməsi mümkündür. Qısa, ümumiləşmiş şəkildə desəm, bənim dediyimiz sığorta tarixçəsi, yəni adına bağlanmış, qüvvədə olan və ya qüvvədə düşmüş bütün icbari sığorta növləri üzrə, yalnız avto icbari deyil, bu əmlaka da aiddir, istehsalata bədbaxt hadisəyə da aiddir və s. Özünə aid məlumatları hamısını görmə imkanı var və qüvvədən düşmüş, qüvvədə olan, baş vermiş sığorta hadisələri, ödənişləri, bununla əlaqədar bütün məlumatı vətəndaşlar, hər kəs öz şəxsi kabinetində görə bilər. İcbari Sığorta Bürosunun saytına daxil olaraq gücləndirilmiş elektron imza ilə digital login vasitəsilə şəxsi kabinetə daxil olmaqla. Eyni zamanda şəxsi kabinetdən müraciət etmə imkanı da təmin edilib. Artıq nə büroya və yaxud indiki halda asan xidmətə gəlməyə ehtiyac qalmır və yaxud məktub göndərməyə hər hansı bir yazılı. Həmin yazılı müraciəti şəxsi kabinetə daxil olaraq büroya birbaşa ünvanlanması mümkündür və eyni şəkildə müraciət etmiş kimi qəbul edilərək bürodan, yenə qanunvericiliyin tələblərinə uyğun olan həmin müddətlər ərzində mütləq rəsmi cavab yazılır və şəxsi kabinetə də yerləşdirilir. Yəni, dolayısıyla büroya gəlmədən müraciət edə, elektron müraciət edə və cavabını da həmin kanaldan əldə edə bilər. Bundan əlavə bir neçə büronun yenilənmiş internet səhifəsində üzərində bir neçə elektron xidmətləri də ayrıca istifadəyə vermişik və təbii ki, bu davamlı şəkildə təkmilləşdirmə aparılır. Bu, əsasən daxil olan müraciətlərin təhlili analizi nəticəsində daha çox hansı xidmətlər üzrə müraciət olmasını diqqətə alaraq biz o müraciətləri müxtəlif kateqoriyalar üzrə elektronlaşdırmışıq. Əvvəldə də qeyd etdiyim kimi bu radar arayışıdır. Yəni, gəlib ərizə yazmaya ehtiyac qalmadan orada müraciət edildiyi halda cavab alması mümkündür. Sığorta tarixçəsi haqqında məlumatdır. Sığorta şəhadətnaməsində dəyişikliklə bağlıdır. Yəni, bir neçə xidməti hal-hazırda və bunlar davamlı şəkildə hazırda səfədində 3-4 belə xidmət mövcuddur. Elektron xidmətlər şəxsi kabinetdən əlavə. Amma davamlı şəkildə də biz bunların üzərində çalışırıq büro olaraq və yəqin ki, irəliləyən zamanda yeniliklərdə biz bunların
daha da sayın artmasını və dolayısıyla həm vətəndaşın gəlməyinə əlavə vaxt itkisinin qarşısını almağa və bütün ölkədə də, dünyada da hal-hazırda prioritet olan elektronlaşmanın, rəqəmsallaşmanın bir parçası olan iştirakı təmin etməyə çalışırıq. Sadiq müəllim, sizə çox təşəkkür edirəm verilişimizdə iştirak etdiyiniz üçün və maraqlı məlumatlarınız üçün. Çox sağ olun. Belə, hörmətli izləyicilər, bugün İcbari Sığorta Bürosunun xidmətlərinin asan xidmət mərkəzlərinə inteqrasiyası, vətəndaşlara təqdim olunan yeni xidmət imkanları barədə ətraflı məlumat verdik. Ümid edirik ki, bu söhbət izləyicilərimizin onları maraqlandıran bir çox suallarına cavab verdi. Unutmayaq ki, sığorta yalnız hüquqi öhdəlik deyil, həm də maliyyə təhlükəsizliyimizi təmin edən mühüm vasitələr biridir. Elə ona görə də əziz tamaşaçılarımız mütləq sığortalanmalıyıq. Həm də ona görə ki, həyat sığorta ilə daha rahatdır.